Salam hörmətli izləyicilər. Deməli bu dəfəki videomuzda bu gün 18 may tarixində 6-cı siniflər üçün keçirilən monitorinq testinin izahlarına baxacağıq. Deməli birinci sualda bizə nə təqdim olunub? Deyir cəmi dairə çəkilərin əşli düzbucaqlı formalı bağçanın eni 15 uzunluğu 25. Deyir bunun enini artırmaqla kvadrat formaya gətirmək istəyirlər. Bu zaman sahə neçə kvadrat metr artacaq? Deməli hal-hazırda biz düzbucaqlı formanın sahəsini tapmalıyıq. Yəni enini uzunluğa bırak ki, görək hal-hazırda nə qədərdir sahə? 15-i 25-ə vuranda 10 vurur 25, 250, 5 vurur 25, 125. 250 üstündə 125 gəlində 375. Düzbucaqlı formada olanda 375 metr, kvadrat metr sahəsi. İndi bunun enini nə qədər artırmalıyım kvadrat olsun? Kvadrat nə deməkdir? Bütün tərəfləri bərabər. Uzunu 25-dir, onda bunu da 25-ə olması üçün nə qədər artırmalıyım? 10 metr artırmalıyım. Tutaq ki, bura 10 metr oldu. Buranı artırdıq. Və ümumi bu hissədə nə qədər oldu? 25 oldu. Kvadratın da sahəsi 25 vur 25. Bu zaman S bərabərdir 25 vur 25. Bu zaman da sahə olur 625. Yəni kvadrat formaya gətirsək sahə olacaq 625. Deyir nə qədər artar? Yəni 625-dən 375-i çıxarır. 625 çıx 375. Burada da 5-dən 5 0, 12-dən 1 veririk 2-yə, 12-dən 7 5, 1 vermişdik 5 qalmışdı, 5-dən 3 çıxanda 250. Demək 250 metri artar, afərin Aysu düz yazıb. Deməli, davam edək ikinci sual. İkinci sualda bizə nə deyir? X və Y düz mütənasib kəmiyyətlərdir. Düz mütənasib nə deməkdir? Düz mütənasib o deməkdir ki, yəni biri artanda o biri də artar və yaxud da biri azalanda o biri də azalır. Bunlar düz mütənasib olur. Onda düz mütənasib baxır, görür ki, 12-ni 3-ə vuranda 36 eləyir. Deməli, 25-i də belə deyək də 3-ə vuranda 75 eləməlidir. Və yaxud da tutaq ki, 6-cı sinifdə düz mütənasibliyin düsturunu keçirsiniz. Y bərabərdir K vur X. Bu yolla da K-nı tapa bilərsiniz. Məsələn, bizim Y-imiz hal-hazırda 36-dır. Elə mütənasib əmsalını tapmaq üçün bunu yaza bilərsiniz. Bir növ zəif uşaqlar bu yoldan istifadə edə bilərlər. X-imiz də 12-dir. Buradan artıq görürsən ki, ümumini, yəni Y-i tapmaq üçün biz X-imizi 3-ə vurmalıyıq. Yəni burada K 3 olmalıdır. Onda 25-də 3-ə vuranda A olacaq 75. Deməli, nəyi 3-ə vuranda 63 eləyər? Yerdən də qoyub tapa bilərsiniz. 21-i 3-ə vuranda 63 eləyər. B olur 21. Məsələn, A ilə B-nin cəmi istəyir. 75 ilə də 21-i toplamalıyıq. 75 ilə də 21-i toplayanda eləyir 96 A variantı. Bu belə. Keçirik 53-cü sual. Deyir, ifadəni sadələşdirin. Tam ədədlərə aid olan və ya da hərfli, dəyişənli ifadələrə aid olan bir deməli sualdır. Burada mənfiyə diqqət eləməliyik. Mötərizə qalan mənfi var. Mənfi 3 vurulmalıdır. Mötərizəncə mənfi 3-ü A-ya vuranda eləyəcək mənfi 3A, mənfi 3-ü mənfi 2B-yə vuranda müsbət 6B eləyəcək. Sonrasında müsbət 10, müsbət 4-ü A-ya vuranda müsbət 4A, müsbət 4-ü müsbət 5B-yə vuranda müsbət 20AB. İndi burada biz eyni dəyişən ifadələri sadələşdirməliyik, yəni islah eləməliyik, ya toplamalıyıq, çıxmalıyıq, işarəsindən asılı olaraq. Mənfi 3A üstə gəl 4A. Böyükdən balacanı çıxıb böyük işarəsi yazacaq. Yəni 4A-dan 3A çıxanda 1A. 6B-dən başqa oxşarı yoxdur 6B-nin. Elə 6B qalır. 20AB başqa AB yoxdur. Bu da öz yerində qalır. 20AB. Deməli, burada başqa bizdə deməli ifadəni sadələşdirin. Başqa burada nə qalır? 6B qalır. 3-ü 2B-yə vurduq. Deməli, bir də baxaq, mənfi 3A, mənfi 3A elədik. Sonra müsbət vurduq bunu, müsbət 6B elədi, 4A, bir də burada A yoxdur. 20B'dir, 4 vur 5B, 20B'dir. Buradan nə alınır? A topla, 6B, topla 20B, 26B. A topla 26B olur, deməli, B variantı 53-cü sualda. Deməli, 54-cü sual. 54-cü sualda nə təqdim olunub? Sütunlu diaqramda təqdim olunub bizə, deməli. Burada deyir, Samirin deyir, həftə ərzində ekran qarşısında keçirdiyi vaxt diaqramda təsvir olunub. Yəni həftə ərzindəki
ekran qarşısında, televizorda ola bilər, telefon qarşısında da ola bilər, keçirdiyi vaxt verdi günlər üzrə. Samir deyir, həftənin neçə günündə ekran qarşısında 1 saatdan çox vaxt keçirdi. Deməli, bazar günü, bazar ertəsi daha doğrusu 0.5 saat, yəni yarım saat, yəni saatla verilir, bunlar zamanlardır. Deməli, bu bazar ertəsi günü 0.5 oldu. Çərşənbə axşamı 1 saatdan azdır. Bizə 1 saatdan çox lazımdır. Neçə günündə 1 saatdan çox vaxt keçir. Yəni, bu lazım deyil, birdən aşağıdır. İkinci gündə birdən aşağıdır, üçüncü gündə birdən aşağıdır, lazım deyil. Onu birdən üstündür, bunu götürəcəyik. Cümə günü də birdən çoxdur, bunu şənbə günü də birdən çoxdur, bazar günü də birdən çoxdur. Yəni, həftənin 4 günü 1 saatdan çox baxır televizora və yaxud da telefona. Deməli, 55-ci sual. 55-ci sualda bizə nə təqdim olunur? İfadələrin qiymətlərini müqayisə edin. Deməli, x-in, y-in qiymətlərini verir bizə. X-in, y-in qiymətlərini verir. Deməli, x 4-dür, y mənfi 3-dür. Onda a-nı tapmaq üçün a 2 vur x topla y-dir. a 2 vur x topla y-dir da, a bərabərdir. Yəni, 2 vur 4, x-in qiyməti 4 verir bizə. Y-də mənfi 3-dür. Üstə gəl, deməli, elə y, yəni mənfi 3. Bu da bərabərdir. 2-nin 4-də 8, müsbətlə mənfi edir. Çıx 3, bu da bərabərdir 5. A-nın qiyməti oldu 5. B-imizin qiyməti 3 vur x, 3x. X-imiz 4-dür. 3 vur 4, çıx y, yəni mənfi 3. Burada da 12 edir 4-ü çavranda. Mənfi müsbət edir. Topla 3, buradan da alınır 15. Sonra C-imizin qiyməti isə x vur y-dir. X-imiz 4-dür, y-imiz mənfi 3-dür. Müsbəti mənfiyə buranı mənfi edir. 4-cə 12, mənfi 12 yəni. Hansı? Müqayisə edildir. Ən böyük hansı oldu? B. B böyüdür A-dan, o da böyüdür C-dən. A variantı. B A-dan böyük, A da C-dən böyük. Deməli, keçid alırıq 56-cı sual. Şəkildə yarım çevrə deyir, eni 5 cm olan düzbucağının tərəflərinə toxunur. Şəkildə açıq aydın burada göstərilir. Eni 5 cm-dir düzbucağının. Deməli, yarım çevrə deyirsə, bu onun diametri sayılır. Onun diametridir. Mərkəz yəni buralarda bir yerdədir. Buna görə yarım çevrənin diametrini istəyir. Yəni artıq görə bilirsiniz ki, burada elə bunun eni, düzbucağının eni, bu çevrənin elə radiusu demək, yəni 5. Radius 5 isə, bu da yarım dairə, yarım çevrə olduğu üçün, bu onun diametri sayılır da, tam ortasıdır bura. Diametri sayılır. Onda bu da 5 olur, radius 5 olsun, bu da 5. Onda diametri nə qədər eləyir? 10 cm. D variantı. Deməli, gələk 57-ci suala. 57-ci sualda düzbucaqlı formasında bağçanın deyir. Eni 18, uzunluğu 24-dür. Eni 18, uzunluğu 24-dür. Eni 18, uzunluğu 24 cm düzbucaqlının. Deyir, bu bağçanın ətrafına bərabər aralıqda, yəni bağçanın hər 4 küncünə ağac əkmək şərti ilə, yəni künclərində də ağac olmaq şərti ilə, deməli, ən azı neçə ağac əkilə bilər? İndi bağımız bu formadadır. 24, 18. Buralara ağaclar əkməliyik müəyyən bir məsafədən bir, amma məsafəmiz eyni olmalıdır. Məsələn, buradakı ağacları neçə metrdən bir əkiriksə, buradakı ağacları da həmin metrdən bir əkməliyik. O deməkdir ki, burada neçə metrdən əkiriksə, buradan da o metrdən əkməliyik. Bu da o deməkdir ki, 24 də həmin məsafəyə bölünməlidir, 18 də həmin məsafəyə bölünməlidir. Bizdən də daha az ağac getsin deyir. Ağacın daha az getməsi üçün, yəni daha az ağacdan istifadə etməyimiz üçün biz məsafəni daha böyük götürməliyik. Yəni daha böyük məsafədən bir əkməliyik. Yəni biz də bayaq qeyd elədik ki, bunların hər ikisinin bölündüyü ədəd və ağacın daha az istifadə olunması üçün məsafə daha böyük. Onda bunların hər ikisinin böldüyü ən böyük ədəd tapmalıyıq. Ədədlərin bölündüyü ən böyük ədəd deyəndə biz nəyi nəzərdə tuturduq? Əbobu nəzərdə tuturduq. Bu zaman biz nələrin əbobunu tapırıq?
24 ilə 18-in əbobunu tapırıq. Yəni bunların bölündüyü, hər ikisinin bölündüyü ən böyük ədəd neçədir? Şifahi də deyə bilərik və yaxud da siz sadə qurullara ayıra bilərsiniz. 24 ilə 18-in hər ikisinin böldüyü ən böyük ədəd deməli neçədir? 6-dır. Bunların əbobu olur 6. Və yaxud da 24-ü ayırırsan sadə qurula 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə 1. 18-i də ayırırsan sadə qurula 2-yə 9, 3-ə 3, 3-ə 1. Əbob deyəndə ortaq sadə qurullardan sayı az olanları götürürük. Məsələn, 2 də ortaq. 2-dən bir dənə ortaqdır, say az olan bir dənədir. Bir də 3 ortaqdır, bir dənə 3 ortaq. Say az olan bir dənəni götürürsünüz. 2-ni də 3-ə vuranda nə qədər eləyir? 6. Deməli, ağaclar 6 metrdən bir əkilməlidir. Məsələn, burada ağacı götürsün, 6 metrdən bir dənə burada olacaq, tutaq ki, neçə dənə 6 var bunun içində? 4 dənə 6 var da, 6 metrdən bir 24. 24-də tamamlanmalıdır axı. 6 oldu, 12 metr, 18 metr, bir də 24 metr. Tamamlandı. Sonra burada 18, 3 dənə aralıq olmalıdır burada. Çünki 18 metrdə axı, 6 metrdən bir dənə, deməli, 12 metr oldu, 6 metr, 12 metr bura oldu, 18 metrdə bura oldu. Sonra eyni qayda ilə buraları formada bastıracaq, bunlar da formada 2 dənə. Cəmi neçə dənə olacaq? 4 dənə burada, 4 dənə burada. 8 dənə, deməli, bunları götürdük. 4 dənə, 4 dənə, 8 dənə, burada da 3 dənə, 3 dənə, 6 dənə nə qədər eləyir? 14 dənə, deməli, ağac əkə bilər. Və yaxud da belə saya bilərsən. Məsələn, bunlar saysa, burada neçə dənədir? 2, 4, 5 dənə ağac. Burada da həmçinin 2, 4, 5 dənə ağac. Burada da 2 dənə, 2 dənə. 5, 5, 10. Burada da 2, 14 dənə. Yəni burada küncdə ağac deyəndə də onsa üst-üstə düşür. Elə 24-ün içində içindən 6 var, 4 dənə. 24-ün içində içindən 6 var, 4 dənə. Oldu 8 dənə. 18-in də içində 3 dənə, 3 dənə. Bu da eləyir 6. 8-in üstünə 6 gəlir, 14 dənə ağac olur C variantı. Deməli, davam edək 58-ci sual. 58-ci sualda deyir Zeynəb, deməli, kitab oxumağa başladı. O birinci gün kitabın 40 səhifəsini, demək kitab oxuyur Zeynəb. Birinci gün kitabın 40 səhifəsini oxuyur. Birinci gün kitabın 40 səhifəsini oxuyur. Demək, ikinci gündən başlayaraq, deməli, növbəti günlər isə, yəni ikinci gündən başlayaraq, növbəti günlər isə hər gün 14 səhifə oxudu. Deməli, birinci gün 40 səhifəsini oxuyur, kitabın 40 səhifəsini. İkinci gündən başlayaraq, növbəti günlər isə hər gün 14 səhifə oxuyur. Yəni, ikinci gün artıq 14 səhifə oxuyacaq. Deməli, üçüncü gündə yenə 14 səhifə oxuyacaq. Bu qayda ilə gedəcək. Aşağıdakı riyazi ifadə hansı Zeynəbin x gün sonra oxuduğu səhifə sayını ifadə edir? Deməli, burada ifadələrdə hansı Zeynəbin x gün sonra oxuduğu səhifə sayını ifadə edir? Deməli, x gün ərzində, deməli, bəli, oxuduğu səhifə sayını tapmalıyıq. Deməli, belə eləyək də, 40 topla 14 vur x. Bəli, bunu deyə bilərik. Aşağıdakı riyazi ifadələrdən hansı Zeynəbin x gün sonra oxuduğu səhifə sayını ifadə edər? X gün keçibsə, deməli, x gün sonra deyə bilərik ya, 14 vurulsun, bəli, x gün keçibsə, 54-dən burada məsələn 250-dən çıxıblar, 14 vur, x çıxır, amma burada 40 idi, baxın, 40 olmayıb. Bunu belə eləyə bilərik, 40 topla, 14 vur, x. Çünki birinci gün 40 səhifəni oxuyub, sonraki günlər hər birində 14 səhifə oxuyubsa, yəni x gün keçibsə, hər gün 14 səhifə oxuyubsa, 14x qədər səhifə oxuyacaq. Bir də əlavə üzərinə 40 gəlməliyik. Yəni, burada artıq 250-nin bir əlaqəsi yoxdur. 40 topla 14 vur, x. Deməli, növbəti 59-cu sual. 2 velosipedçi ayrı-ayrı şəkildə təsvir olunub. 2 velosipedçi ayrı-ayrı şəkildə təsvir olunan dairəvi yolda hərəkət edirlər. Bu iki dairənin mərkəzləri arasındakı məsafə 75 metrdir.
dairələrin mərkəzləri arasındakı məsafə 75 kilometrdir. Burada metr verir şərtdə, burada kilometr verir, baxarıq ona. Deməli, birinci yolun radiusu 75 metrdir. Deməli, elə metr olmalıdır burada da. Birinci yolun radiusu 30 metrdir, özü verir. İkinci yolun radiusu 20 metrdir. Bu da formada. İndi bizə aşağıda şərtlər soruşur. Deyir, doğru fikir seçin. Deməli, buna görə aşağıdakılardan hansı doğrudur? Deyir, iki velosipedçi bir-birinə ən az 20 metr məsafəyə qədər yaxınlaşa bilər. Bunu hardan biləcək? Bir-birinə nə vaxt yaxın ola bilərlər? Velosipedçi buradan gələr, burada olanda, bu velosipedçi də gəlir, burada olanda, görə aralarındakı məsafə nə qədər eləyəcək? Deməli, mərkəz arasındakı məsafə ümumi nə qədərdir? 75 metrdir. Buradan bura 30 metrdir, 30 metr. Buradan burada 20 metrdir. Nə qədər eləyir? 30, 50, bunların arasında 25 metr qalır. Bir-birinə ən az 20 metr məsafə. Xeyr, yəni 20 metrə qədər yaxınlaşa bilməzlər. Deyir, ən az 20 metr məsafəyə qədər yaxınlaşa bilər, ən az 25 metrə qədər yaxınlaşa bilərlər. Məsələn, bu səhv A variantı. B'də iki velosipedçi arasındakı məsafə 10 metr ola bilər. İki velosipedçi arasındakı məsafə 10 metr ola bilər. 10 metr ola bilərmi bunların arasındakı məsafə? Məsələn, bunlar ən yaxın burada olurlar, bura gələndə olurlar. Deməli, daha ən yaxın olan 25 metr olursa, sonra daha çox olacaq. Yəni 10 ola bilməz. Deməli, bu səhvdir. Deməli, bizə doğru lazım. İki velosipedçi bir-birindən ən çox 125 metr uzaqlaşa bilərlər. Ən uzaq velosipedçinin biri burada olanda olacaq, bir də burada olanda olacaq. Deməli, radius 30-dadır. Birincinin bura 30 olacaq, burada yenə 20 olacaq. Deməli, 20-20. Ümumiyyətlə, bura orta 75-dir. Bura 30 eləyəcək 105, bu da 20 eləyəcək 125. Deməli, 125 metr uzaqlaşa bilərlər. Doğru fikir C variantıdır. İki velosipedçi arasındakı məsafə 140 metr ola bilər, xeyr. Çünki ən uzaq 125 olurlarsa 140 mümkün deyil. Burada oldu düzgün fikir C variantı. Deməli, gəldik burada 60-cı sual. Deməli, kvadrat formalı zərfin bir üzünün sahəsi bir üzünün sahəsi 105 kvadrat santimetrdir. Bu zərfə yerləşən diskin sahəsi ən çoxu deməli neçə kvadrat santimetr ola bilər? Diskin sahəsi ən çoxu neçə kvadrat santimetr ola bilər? Baxaq. Biz kvadrat formalı bir zərf çəkərik bura. Kvadrat formalı bir zərf çəksək, deməli bunun içərisinə disk yerləşdirilməlidir. Deyir, diskin sahəsi ən çoxu neçə ola bilər? Deməli, bir növ dairə kimi nəzərdə saxlayacaqsınız bunu. Deməli, bunun içərisində bir disk yerləşdirir. Deyir, bu diskin sahəsi ən çoxu neçə ola bilər? Baxırıq ki, tam disk bu kvadratın içərisinə yerləşdirilibsə, deməli, onda bu çevrənin, bu dairənin diametri və kvadratın nəyinə bərabər olacaq? Tərəfinə. İndi kvadratın sahəsi 100-dürsə, onda tərəfi nə qədər olur? Tərəfi 10 olur. Yəni, buradan bura 10-dur. Deməli, bu dairənin də diametri nə qədərdir? 10-dur. Onda radiusu nə qədər olacaq? 5, 5. Dairənin sahəsi necə tapılır? Dairənin sahəsi pi vur r-in kvadratı. Pi vur r-in kvadratı. Pi'miz neçədir? 3-dür. Özü verib təqribi götürürlər. 5-in kvadratı. 5-in kvadratı 25, 3-ə də vuranda 75. Ona görə də cavabımız olur D variantı. 75. Deməli, gəlirik 61-ci sual. 61-ci sualda bizə nə deyir? Deməli, deyir ki, Gülzar xanım 5 nəfərlik ailəsinin bir həftəlik meyvə ehtiyacı üçün bazardan müxtəlif meyvə aldı. Deməli, ailədə neçə nəfərdirlər? Deməli, ailə 5 nəfərdir. Ailə 5 nəfərdir. Deməli, bu 5 nəfər üçün bir həftəlik meyvə ehtiyacı, ailənin meyvə ehtiyacı bir həftəlikdir.
meyvə ehtiyacı üçün bir həftəlik üçün bazarlığa gedir meyvə üçün. Müxtəlif meyvələr alır. Onun aldığı meyvələrin miqdarları və qiymətləri haqqında məlumat verilib burada. Deməli, bizə nə soruşur? Bu ailədə adam başına düşən bir həftəlik meyvə ehtiyacının xərci orta hesabla neçə manatdır? Orta hesabla neçə manatdır ümumi meyvə xərci? Bir həftəlik üçün meyvə xərci orta hesabla nə qədər? Bu ailədə adam başına düşən bir həftəlik. Yəni bir nəfər üçün həftəlik meyvə xərcini tapayıq, belə deyək. İndi orta hesabla veriyoruz da 3 kilogram alma, hər kilogramı 1 manat 20 qəpikdən. Onda bura 3 vur 1,20 nə qədər edəcək? 3 manat 60 qəpik. 3 manat 60 qəpik. 2 kilogram mandalin 1 kilogram 1,50-dən eləyəcək, 2 vur 1,50 eləyəcək 3 manat. Yəni düzdür 3 manat. Sonra o biri 2 kilogram portağal 1,60-dan eləyəcək 3 manat 20 qəpik. Sonra 1 kilogram armud, hər kiloqramı 1 kilogram armuddur. Hər kilogram 1,80, elə 1,80 eləyəcək, çünki 1 kilogram alınır. 1 kilogram kivi də 2,90. 2,90 da bu elədir. İndi bunların hamısını toplayacağıq, manatları toplayaq. 3, 3, 3. Elədir 9 manat, 10 manat, 12 manat. Qəpiklərimiz nə qədər eləyir? 60 qəpik, 20 qəpik. Elədir nə qədər? 80 qəpik. 80 gələndə 1,60. Deməli, üstünə 90 da gələndə 2 manat 50 qəpik. Üstünə 2 gələndə, 2,50 gələndə deməli, bunlar elədir. Bir də baxaq, 1,70, 1,90, 2,50. Bu da eləyəcək 14 manat 50 qəpik. 14 manat 50 qəpik. Yəni, bütün ailənin bir həftəlik meyvə xərci 14 manat 50 qəpikdir. Bir həftəlik bir adam üçün ortalama, yəni neçə sayı bölməklə, bu ədəd ortadır da. Ortalama o ədəd ortasını tapmaq üçün, yəni bir nəfər nə qədər düşmək üçün 5-ə bölməliyik. Yəni 14,5 manatdır bu, böl 5. 14-ün içində 5, 2 dəfə, 2-ni 5-ə, 10. Qalıb 4 qalır, 5 də düşür aşağı. 2,9, yəni 2 manat 90 qəpik C variantı. Keçdik 62-ci suala. Tənlidir, həll edin. Vurub açmaq lazımdır burada. 2-ni x-ə vuranda 2x, 2-ni -5-ə vuranda -10, topla 7 bərabərdir 14. Ədədləri bir tərəfə keçirəcək, dəyişən olsa qalsın bir tərəfdə. -10 sağa keçəndə müsbət 10, müsbət 7 sağa keçəndə -7. Burada da müsbət 14 var. 2x bərabərdir. 10-dan 7 çıxanda, deməli, 10-dan 7 çıxanda 3, 3-ün üstünə 14 gələndə eləyir 17. X-i də tapmaq üçün 17-ni 2-yə bölməliyik. Yəni, hasil bölməlidir, digər vuruğa. X də bərabərdir 8,5. B variantı. Gəldik 63-cü suala. Ədəd oxununda deyir 72,53-dür. 72,53 olmuş kəsin hansı natlı ədədə daha yaxındır? Deməli, ədəd oxununda deyir, tutaq ki, bura 0 olsun, burada tutaq ki, 72 tam ədədimizi belə verir. %53. Bu ədəd 73,53 ədəd. Hansı ədədə daha yaxındır? Məsələn, 80 buralardadır, tutaq ki. 80 ədədi buradadır. 70 ədəd bundan geridədir. Yox, 70 ədədi buradadır. 70 buralarda olsun. 73 bundan 72 nə qədərdən sonra gəlir də. 73 burada olacaq, 70 burada oldu. Verilən ədəd budur, 70,53-dür. Bir də verir 72. 72 də 72,53-dən geridə burada olacaq. 72 də burada oldu. Demək, 72-ni yazılır, 73-ü yazılır, 70 yazılır, 80-i yazılır. Təbii ki, burada hansına daha yaxın olar? Ya 72-yə daha yaxın olar, ya 73-ə. İndi baxırıq ki, %53-dürsə, deməli, 70,53-ün 72-dən %53 qədər uzaqdır. 73-dən isə 47 qədər uzaqdır. Deməli, 73-ə daha yaxın olacaq. Çünki 73-ə 0,47 qalıb, aralıdır, yəni 73-dən 0,47 qədər aralıdır. Amma 70-dən %53 qədər aralıdır, daha yaxın, deməli, 73 oldu. Növbəti 64-cü sualımızda, deməli, bizə nə təqdim olunur? Deyir ki, 2012-ci ildə bir mağazalar şəbəkəsinin
deməli 7 filialı var idi. Bundan sonra hər il 4 yeni filial açıldı. Deməli 2012-ci ildə deməli nə qədər filial oldu? 7 dənə filial oldu. 7 dənə filial oldu. Bundan sonra hər il deməli hər il bundan sonra 4 filial açılır. Hər il 4 yeni filial açılır. Digər mağazalar şəbəkəsinin isə eyni il deməli digər mağazalar şəbəkəsinin isə eyni il 13 filialı var idi. Deməli həmin ildə başqa bir mağazalar şəbəkəsinin 2012-ci ildə 13 filialı olub. Həmin ildə 13 filialı var idi və bundan sonra hər il 2 yeni filial açıldı. Bu mağazalar şəbəkəsinin birinci mağazalar şəbəkəsi deyək, ikinci mağazalar şəbəkəsi deyək. Bu isə hər il bu şirkət 2 yeni filialı açılır. Hər il 2 yeni filialı açılır. 2012-ci ildən etibarən neçə il sonra bu iki şəbəkənin filial sayı eyni olar. Məsələn, neçə ildən sonradır, bilmirik. X ildən sonra. Məsələn, burada X ildən sonra nə qədər filial olar? 7'si var idi, 7 topla. X ildən sonra hər il 4 filial açılırsa, X vur 4 qədər filial olacaq burada. 7 topla X vur 4. Burada da X ildən sonra 13'ü var idi. 13 üstəcə hər il 2 filial açılırsa X vur 2 olacaq. Və bunların sayı necə olsun? Eyni olsun. Yəni bunları bir-birinə bərabər eləməlisiniz. Deməli 13 topla 2x, 13 topla 2x bərabər olmalıdır. 7 topla 4x. Ədədlər bir tərəfə, hərflər bir tərəfə. Amma əks işarə ilə. Deməli 4x burada dursun. Böyük həmişə saxlayın, balacanın çalışını aparın əks tərəfə. Müsbət 2x bura gələndə olacaq mənfi 2x. 13 durub burada. Müsbət 7 bura gələn olur, mənfi 7. 13-dən 7 çıxanda nə qədər edir? 6 bərabərdir. 4x-dan da 2x çıxanda 2x. Burada da vuruq hasildir. Məchul uğulu tapmaq üçün hasil məlumdur. 6-ı 2-yə böləcəksiniz. X olacaq 3. Deməli 3 ildən sonra. Burada heç bizə ili soruşmurmuş. Yəni elə bunların eyni olma bərabərliyi veribmiş elə A variantında biz gedib X-də tapdıq. Belə 65-ci sual. Lalə lövhədə qeyd olunan ədədi deməli 201-ə vurmalıdır. Lakin o 0-ı unudaraq hesablamada 201 əvəzinə 21 yazdı və nəticədə 378 aldı. Lalə hansı nəticəni almalı idi? Deməli, lövhədə qeyd olunan ədədi deməli neyini? Lövhədə qeyd olunan ədədi bilmirsənsə X götürəcəksən. Deməli 201-ə vurmalı idi bu. Bu normalda 201-ə vurmalı idi. Amma 0-ı unudaraq o həmin bu X-i neçəyə vurur? 21-ə vurur və nəticədə 378 alır. Deyir, normalda lalə hansınız almalı idi. Yəni bunu tapmalıyıq biz. Amma buradan ikinci bərabərdən X-i taparıq. X-i tapmaq üçün 378 nəyə böləcəyik? 21-ə. 378-i 21-ə bölərik. 37-də 21. Bir dəfə 21. Qalımız 6, 1, 8. Burada da 8 dəfə. 18 X-imiz 18 imiş. Yəni 18-i neynəməliyik? 201-ə vurmalıyıq. 201 vur 18. 8, 0, 16, 1, 0, 2. Bu deyir 8, 1, 6, 3, 3618 D variantı. Gəldik 66-cı sual. 66-cı sualda bizə təqdim olunur. Vüqar 25 manat pul xərcləsə, deməli, onun qalan pulu 9 manatdan çox, 12 manatdan az olacaq. 5 manat, deməli, onun qalan pulu 9 manatdan çox, 12-dən az. 9-dan böyük, 12-dən kiçik olacaq. Vüqar deyir, Vüqarın Y manat pulu varsa, 5 manat xərcləyəndən sonra qalan pulu üçün uyğun bərabərsizliyi yazın. Deməli, 5 manat pul xərcləsə, onun pulu 9 manatdan çox olar, 9-dan böyük olar, yəni 12 manatdan az, 12-dən kiçik olar da, yəni. Vüqarın Y manat pulu varsa, deməli, 5 manat xərcləyəndən sonra qalan pula uyğun bərabərdir. Yəni, Y manat pulu varsa, deməli, Y çıx 5 olacaq, 5-in xərcləyək və deyək, bu zaman 9-dan böyük olacaq, 12-dən kiçik. Ona görə də A variantı.
görüntü. Deməli, davam etsək, deməli, 67-ci sual. 67-ci sualda bizə təqdim olunur. Nə? Baxaq görə, şəkildə ortaq hissəyə malik ölçülər 8-in 10-a, bir də 12-nin 9-a olan 2 dənə düzbucaqlı təsvir olunur. Açıq boz rəngli hissənin sahəsi 93-dür. Buranın özü verir 93-dür. Tünd boz hissənin sahəsini tapın. Yəni buranın sahəsini istəyir bizdən. Bu hissənin sahəsini istəyir. Bəli. İndi biz belə deyək. Açıq boz hissənindir. Açıq boz rəngli hissənin sahəsi. Hə, düzbucağın sahəsini verməyib. Bizə yalnız bu boz hissənin sahəsini verir. Bizə yalnız bu boz hissənin sahəsini verir. Yəni düşünməyin ki, bu verilən 93 ümumi düzbucağının boz düzbucağın sahəsidir. Bax, bu 93 bu hissənin sahəsidir. 93 yalnız buranın sahəsidir. Amma siz bu bütövü tapa bilərsiniz. Bütövü necə tapacaqsınız? 12-ni 9-a vurmağa. 12 vur 9, 12 vur 9 bərabərdir 108. Deməli, bu ümumi 108 olmalıdır. Bax, bu 108 olmalıdır. 93-ü buradırsa, bu boz rəngsə, 108-dən çıxacaqsınız nəyi? 93-ü, qalacaq nə qədər? 15. Deməli, bu ağ yer 15-dir. Bizə də bu qara yer istəyir, tünd yeri. Onda biz ümumi bir kvadratın sahəsini tabarıq, daha doğrusu düzbucağın sahəsini. 8 ona vurarsa eləyəcək, 80 eləyəcək, 8 vur 10 bərabərdir 80, 80-dən də 15 çıxarıq, qalacaq tünd rəng. 80-dən 15 çıxarıq, nə qədər qalır? 65. 65, niyə 64? Hə, bu 64 yəqin oraya yazıb, 64 eləyir cavabımız. Deməli, 68-ci sual. Deyir, cəmiyə hər birinin çəkisi 2 ton olan metal bloklar yüklənməlidir. Deməli, yüksüz gəmi 50 tondur. Yüksüz gəminin özü 50 tondur. Təlimata əsasən gəminin suyun üzündə qala bilməsi üçün yüklə birlikdə toplam ümumi ağırlığı 75-dən az olmalıdır. Bunu aşağıdakı bərabərliklərin hansı ilə ifadə etmək olar? Deməli, burada X gəmiyə yüklənən metal blokların sayını göstərir. Deməli, bir blokun çəkisi 2 tondursa, X dənə blok yüklənirsə, onda blokların sayı 2x olacaq. Gəminin öz çəkisi də 50-dir. Topla 50 ton və nə qədər az olmalıdır? 75-dən az olmalıdır. Bərabərsiniz belə olmalıdır. 50 gəmidir. Deməli, bir blok 2 tondur. X dənə blok olanda x vur 2 olacaq. Cəm çəki, cəm kütlə 75-dən az olmalıdır. Suyun üzündə qalması üçün az, yəni 75-dən kiçik olmalıdır. Olur, deməli, D variantımız. 69-cu sualda baxaq. Deyir, hansılar iki düz xəttin kəsişməsindən alınan bucaqlar ölçüləri ola bilər? Bucaqların ölçüləri ola bilər. Burada bilməliyik ki, qarşı bucaqlar bir-birinə bərabər olmalıdır. Məsələn, bununla bu bir-birinə bərabər olmalıdır. Və yaxud da burada qonşu bucaqlar görürsünüz, cəmi 180 olmalıdır. Məsələn, A variantı ola bilməz. Çünki burada tamam fərqlidirlər, bir-birinə bərabər deyirlər. Burada bərabər olsalar da 25-in üstünə 150 gələn 175 edir. Bunlar amma 180-ə tamamlamalıdır bir-birini. D-də də həmçinin bir-birinə bərabərlik yoxdur. Həmçinin cəmləri 180-ə tamamlamır. Amma C-də bura 40, bura da 40 ola bilər. Artıq bura 40-sa bura 140, burada 140 ola bilər. Bir-birinə 180-ə tamamlayır. Deməli, düzgün variant C variantıdır. Gəldik növbəti 70-ci sual. 70-ci sualda bizə deyir, aşağıdakı fiqurlardan hansıların, deməli, 4 simmetriya oxu var. 4 simmetriya oxu. Simmetriya oxu nədir? Biz o oxu çəkəndə tam bərabər fiqurlar alınmalıdır. Eyni fiqurlar alınmalıdır. Məsələn, deməli, bizə özdə 2 seçim götürməliyik. 2 dənə seçim aparmalıyıq burada. Məsələn, burada 4 simmetriya oxu mümkün deyil da. 4 simmetriya oxu mümkün deyil. Məsələn, birdən belə çəkə bilərsən, birdən belə çəkə bilərsən, birdən də belə çəkə bilərsən. Yəni, bu formada. Burada həmçinin, deməli, bu şəklə uyğun bir dənə simmetriya oxu belə çəkə bilərik.
Çünki digərini seçsək artıq tam eyni bir şeylər alınmayacaq, səhvlərə düşməyəcək. Amma əslində birini də seçə bilərik buradan. Buradan seçsək eyni alınarmı, baxarıq. Deməli, buradan baxaq. Birdən simmetriya oxu, birdən simmetriya oxu. Deməli, bunlar düzgün alındı. Deməli, 2 dənə, sonra nə edə bilərik? Bir dənə künzlərdən də keçirə bilərik. Künzlərdən də keçirə bilərik. Burada isə bir dənə belə çəkə bilərik. Bir dənə bu istiqamətdən çəkə bilərik. Bir də, deməli, künzlərdən keçirə bilərik. Künzlərdən bu şəkildə keçirə bilərik. Yəni, şəkli tam, belə deyək də, tam bərabər hissəyə bölmək olur, 4-ünü də çəkəndə. Bir də D-də. D-də künzlərdən də kvadrat olduğu üçün künzlərdən də tam simmetriya oxu çəkmək olur. 4 dənə simmetriya oxu çəkmək olar. Deməli, 4 dənə simmetriya oxu çəkmək olar. Burada məsələn birini belə çəkdik, birini belə çəkdik. Deməli, heç belə də, belə necə belə çəksək, belə çəksək, şəkil artıq tam yarıya bölünmür. Burada alınmayacaq. Deməli, 4 simmetriya oxu A-da alınır və D-də alınır. A-dan D. Gəldik 71-ci sual. Bir bağban öz planına əsasən əlindəki məhdil toru istifadə edərək tərəfi əlində məhdil toru var. Bundan bir tərəfi 12 metr olan, bərabər tərəfi 3 bucaq formalı bağçanın ətrafına hasar çəkməli. Deməli, bağı nə formada olacaq? Bərabər tərəfi 3 bucaq formasında tərəfi 12 olan, bərabər tərəfi 3 bucaq formalı bir bağçanın ətrafına hasar çəkə bilər. Daha sonra bağban fikrini dəyişərək bağçanın kvadrat formalı olmasına qərar verir. Əvvəl 3 bucaq fikirləşirdi, indi fikrini dəyişdi, kvadrat formalı bağ salmaq istəyir. Deməli, bu zaman o eyni məhdil toru istifadə etməklə kvadrat formalı bağçanın ətrafına hasar çəkdi. Kvadrat formalı bağçanın sahəsi neçə kvadrat metr oldu? İndi məhdilimizin ümumi uzunluğu nə qədər? 36-dır, 12, 36. 36-dır, indi bunu 36-nı 4 yerə bölməlidir ki, 4 bərabər tərəfin ətrafına çəksin də. 36-nı da 4-ə böləndə deyəcək 9. Demək, bunun tərəfinə 9 düşəcək də, perimetr olaraq. 36 idi, burada 4 dənə 9, yenə 36 idi, məhdil dəyişmir. Sadəcə bunun sahəsini istəyirdi. Həmin bu bağın sahəsini istəyirdi. Bağçanın ətrafına hasar çəkdi, kvadrat formalı bağçanın sahəsini isə kvadrat metr olur. 9 vur 9, 81. S bərabərdir 81. Davam edək, növbəti 72-ci sual. Deməli, burada nə istəyir bizdən? Deyir, paraqrafda 2 sütunlu diaqram. Biri səhv etmirəmsə, biri qırmızıdır, biri də yaşıl ya qaraya oxşur, yəni fərqli sütunlardır. 4 il ərzində bir musiqi məktəbində təhsil alan şagirdlərin sayı haqqında məlumat verilib. 2021-ci ildə ki oğlanların sayı, 2021-ci ildəki oğlanların sayı deyir. Oğlanların sayı. 2023-cü ildə qızların sayı neçə nəfər çoxdur? 2023-cü ildəki qızların sayı tapmalı. Görək nə qədər çoxdur bir-birindən. İndi burada 2021-də qızlar, əgər burada səhv etmirəmsə, qızlar qırmızıdır, oğlanlar, deməli, digər rəngdir, daha tünd rəng olandır. Deməli, bizə nə lazımdır? Şagirdlərin sayı haqqında məlumat verir. 2021-ci ildə bu musiqi məktəbindəki oğlanların sayı, 2021-ci ildə oğlanların sayı neçə nəfərdir? 70 nəfərdir. Oğlanlar 70 nəfərdir. 2023-dəki musiqi məktəbində qızların sayı. Qızların sayında 50 nəfərdir. Qızların sayı 50 nəfər, deməli 20 nəfər çoxdur. 20 nəfər, 70, 50-dən 20 nəfər çoxdur, 20 vahid çoxdur. Gəldi 73-cü sual. Deməli, 73-cü sualda bizə nə təqdim olunub? Deyir, bilik yarışına iştirak edən 48 şagirddən
12-si yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. Yarışda iştirak edən şagirdlər neçə faizi yarımfinalda iştirak edəcək? Yəni 12-48-in neçə faizi deməkdir? 12 böl 48 vur 100. Buradan da 12-dən 48 tapara bilərsən. 1, 4, 100 də 4-ə böləndə 25 faizi. Və yaxud da 12-48-in 4də 1-idir. 100-ün də 4də 1-i 25 faizdir. Deməli, gəldi 74-cü sual. Belə bir sualdır. 74-cü sual. Burada nə deyir? Bir müsabiqədə iştirak edən şagirdlərin fənlər üzrə faiz göstəricisi diaqramda təsvir olunub. Təbiət fənni üzrə 28 şagird iştirak edir. Təbiət fənni üzrə, deməli, təbiət hansıdır? Burada rəng yaxşı seçir. İndi baxaram telefonda 28 şagird iştirak etdiyinə görə riyaziyyat fənni üzrə deməli neçə şagird iştirak edir? Təbiət fənni üzrə təbiət burada verilib, amma bunun rəngi yaxşı deyil burada. Bunun rəngi burada görünmür. Təbiətin rənginə ancaq PDF-dən baxmaq olar. Burada PDF-dən hansı rəng verilib burada? Görəsən, təbiətə 10 tapmalıyıq. Deməli, təbiət 28-dir. Təbiət 28. Bizə nəyin istəyir? Riyaziyyat fənni üzrə. Riyaziyyat yəqin ki, bu qalan hissədir, amma faizini tapa bilərik də. Burada neçə faizdir bu? 20, 14, 30 çox şey. Mən bir dənə dəqiqləşdirim bunun rəngini. Buradakı rəngini dəqiqləşdirsəm. Amma video kəsiləcək. Rəngə baxmaq üçün. Deməli, burada toplam bu 33 olmalıdır. Bu 14-ə oxşuyur. Bu da 20-yə oxşuyur. 20, 33, 14. Bir dənə bunu görək yaxınlaşdıraq. Biləcək kimi. Yox, yaxınlaşmadı. Deməli, 20, 33, 14. Toplasam nə qədər edir? Yəni, uzaqbaşı burada görüntü problemi ola bilər. Yəni, səhv baxa bilərəm. Yaxşı görünür. 20, 14, 33. Bu nə qədər edir? 53, 77. 77 edir. Əgər bunu mən düz gördümsə, bəlkə burada daha yaxşı görünür. Deməli, bu dəqiq tapmış olaq bunu. Deməli, 28 imiş. Aha, 28 imiş. Burada daha yaxşı görünür. 28 imiş. 28. Deməli, bunu dəqiqləşdirdik. Deməli, indi bu hissə 28 imiş. Mən bunu 20 götürürdüm. Deməli, burada nədir? Bu ümumi faizlər. Ümumi faiz hamısı dedi 100% eləməlidir da. 100% eləməlidir burada. İndi burada 28-dir. 28 topla. Burada 14-dür. Burada 33-dür. Bunları toplayanda eləyir nə qədər? Deməli, 7, o da 8, 15, bir yadda. Burada da eləyir 7. Deməli, 75. 75. Deməli, bura nə qədər qalmalıdır? 25%. 25%. Deməli, bizə deyir ki, təbiət fənni üzrə 28 iştirak edir. Təbiət yəqin ki, bu 28 olandır da. İndi riyaziyyat da 25% isə 25 nəfər olacaq. 25 nəfər olacaq. Yəqin rənglər uyğun gəlirsə, indi bu rəngi tam seçə bilmədim. Təbiətin rəngi hansı rəngidir? 28 bu. Deməli, bu idi, amma rəngi tam seçə bilmədim. Əgər həqiqətən də bu təbiətdirsə bu rəng, onda bu 28% isə 28%-ə 28 nəfərdirsə, onda 25%-ə də 25 nəfər olacaq. Bu qədər. Hər kəsə uğurlar arzulayıram, imtahan verən hər kəsə.